Yəni bu qardaşlıqda küsməyə, inciməyə yeri yoxdur. Əgər biz səmimi qardaşıqsa, bir-birinin sözündən küsməməliyik. Əgər küsürüksə, bizim tövhidimizdə problem var. Deməli, bizim qəlbimizin dərinliyində tövhid yetişməyib. Tam oturuşmayıb, belə deyək. Kök salmayıb. Bismillah, elhamdülillah. Vessalatu vesselamu ala Rasulillah. Əşhədu an la ilahe illallah vahdehu la şerike leh. Və əşhədu enne Muhammeden abduhu və rasuluhu amma ba'd. İlk öncə hər kəs salamlayıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Allah subhanahu ta'ala hamd sənələr olsun ki, bizi Ramazan ayını müvəffəq edib. Həqiqətən mübarək bir aydır. Bu ayda Allah Azze və Cəllənin cəhənnəmdən azad etdiyi qullar var. Allah subhanahu ta'ala istəyirəm ki, bizi o qullardan etsin, bizi bu ayda bağışlayan qullardan etsin. Bildiyimiz kimi oruc ən əfsəl və ən böyük ibadətlərdən sayılır. Onun fəziləti və əzəmətli şəni barədə Quran və sünnədə çoxlu dəlillər vardı olmuşdur. Orucun fəzilətlərindən Allah Azze və Cəllə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyam kəmə kutibə ləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizə əvvəlkərə vacib edildiyi kimi, sizə də oruç tutmaq vacib edildiyi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Əgər bu əzəmətli bir ibadət olmasaydı, Allah Azze və Cəllə onu bütün ümmətləri fərz etməzdi. Və orucluqda da qayə təqvanın həyata keçirməkdir. Hansı ki, Allah-u Teala təqvalı olmağa əmr edib və bütün ümmətləri tövsiyə edib. Allah Subhanahu buyurur ki, وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللَّهَ Başqa ayədə buyurur. Biz sizdən əvvəl kitab verilirsə də Allahdan qorxmağı buyurduq. Ya Əbu Hüreyrə rəziyallahu anh hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən sama Ramazan iman və ihtisaban ğufre lehu ma taqaddama min zənbihi." Kim deyir Ramazan ayını imanla və savabını umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanır. Yəni Ramazanı imanla və əcrini ummaq nədir? Bəzən görürsən ki, imanla tuturuq, amma əcrini ummağı unuduruq. Yəni bu da mühümdür. İbn Teymiyyə rahimehullah buyurur ki, imanla nədir? Yəni orucu tutursan çünki Allah Teala bunu şəriətdə varid edib. Onu vacib edib, ondan razı qalıb, onu əmr edib. Əcrini ummaq isə onu ixlaslı və savabını Allahdan umaraq tutmağındır. Necə ki, İbn Cəvzi rəhməllah buyurur, deyir ki, əgər qəbir əhlinə soruşsan, nə arzu edərlər? Deyir, Ramazana bir gün arzu edərlər. Subhanallah. Görün, necə əzəmətli bir ibadətdir. Həqiqətən baxırıq, subhanallah, baxın, dünənə kimi, deyək ki, keçmiş aylarda nə qədər müsəlmanlar vardı, arzu edirdilər. Ətrafımızda da vardı. Ömürləri yetişmədi. Amma Allah subhanallah bizi müvəffəq edibsə, bəlkə son Ramazandır. Ona qədər çalışmaq lazımdır. Vallahi doğru düzgün keçirmək lazımdır. Yəni təkcə belə deyim də yemək içməyi tərk etmək olmasın da. İtaəti artırmaq lazımdır. Quran oxumağı çoxaltmaq lazımdır. Necə ki İbn Qeym rahimehullah buyurdu, ən gözəl oruç tutanlar Allah Təala orucluğa olduğu halda ən çox zikr edənlərdir. Yəni gəlin halımıza baxaq ki, biz necə keçiririk də günümüzü. Təkcə yenə deyirəm, mədəmiz boş qalmaq olmamalıdır. Gözdür, qulaqdır, əldir, ay hamısı oruç tutmalıdır. Subhanallah, bugün o qədər adiləşib ki, qardaş oruç tutur, amma görürsən ki, adi elə belə də yatdı, durdu, iftar oldu, subhanallah. Bilmək olmur, biz gələn Ramazan yetişəcəyik yoxsa yox. Bəlkə son Ramazandır. Baxın, qardaşlar, nə qədər qardaşlar vardı, xəstəlik səbəbi ilə, xəstəlik gəldi, oraya imtihan gəldi, oruç da bilmədilər. Subhanallah. Və nə qədər müsəlmanlar var, dünyasını dəyişdilər. Allah subhanallah bizi müvəffəq edibsə, vallahi bunun qədrini bilmək lazımdır. Və orucun savabı da müəyyən bir ədədlə də məhdudlaşmayıb. Əksinə, orucluya savabı hesabsız veriləcək. Necə ki, Əbu Hüreyrə rəziyallahu anhuna gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, uca Allah deyir, Adəm övladının bütün əməli özü üçündür, oruç tutmaqdan başqa. Allah Teala deyir ki, o mənim üçündür və onun mükafatını özüm verəcəyim. Oruc da bir qalxandır. Sizlərdən biriniz oruclu günü olarsa, yəni oruclu olduğu halda pis sözlər danışmasın. Yəni səsini qaldırıb mübahisə etməsin. Əgər kimsə onu təhqir edib onunla vuruşarsa, mən oruç tutmuşam desin. Muhammedin nəfsi əlində olan Allaha and olsun ki, oruclunun ağzından gələn qoxu qiyamət günü Allah Azze və Cəllənin yanında mis qoxusundan daha gözəldir. Oruclunun fərəhləndiyi iki yan vardır. Belə ki, o orucunu açdığı zaman iftarı ilə fərəhlənər, digər isə Rəbbi ilə görüşdüyü zaman orucu ilə fərəhlənər. Və başqa rəvayətdə gəlir ki, Adəm övladının bütün əməli qat-qat artırılır. Yəni 10 mislinə, 700 mislinə qədər artırılır. Bir yaxşı insan bir salih əməl edir, 700 mislinə qədər artırıla bilər. Amma orucdan başqa. Allah Azze və Cəllə orucu özünə aid edib
və mükafatını özü verəcək. Çünki Allah Subhanahu buyurur ki, oruclu kimsə şəhvətini və yeməyini nə edib? Mənim üçün tərk edib. Bu hədisdə də çox yerindən oruç tutmağın fəzilətinə dəlalət edir. Necə ki, Muhammed ibn Salih Əl-Useymin rahimehullah bu hədisin şərhində gətirir, birinci fayda qeyd edir. Onlardan birincisi deyir, Allah-u Teala orucun şərəfinə, ona olan məhəbbətinə və orucdakı ixlasın aşkar olmasına görə bir çox əməllər içərisində oruç tutmağın mükafatlandırmasını özünə aid edib. Çünki oruc Allahdan başqa heç kimin bilmədiyi qul ilə Rəbbi arasında bir sirdir. Yəni, oruclu bir insanlardan, yəni oruclu bir insan olur, xali bir yerdə olduqda Allah Azza və Cəllə ona oruc vaxtı haram etdiyi şeylər pozmaq gücü olduğu halda bunu etmir. Yəni, ixlaslı şəkildə əməli yerinə yetirir. Belə ki, xəlvətdə ki, ona görə Rəbbinin olduğunu bilir, yemək və içmək haram olduğunu dərk edir, buna görə Allahın əzabına qorxduğu və savabına rəğbətli olduğu üçün orucunu qoruyur. Uca Allah da onun ixlasına görə mükafatlandırır. Və digər əməllərdə fərqli olaraq Allah Subhanahu taala özünə aid edir orucun mükafatını. Çünki necə dedik, gəldi hədisdə şəhvətini və yeməyini mənim üçün tərk etmişdi. Və qiyamət günü bunun faydası üzə çıxacaq. Necə ki, Sufyan ibn Uyeyna rahimehullah buyurur ki, qiyamət günü Allah Azza və Cəllə qulunu hesaba çəkər. Etdiyi zülmləri bütün əməllərindən qarşılayar. Deyir, sonunda ancaq oruc qalar, ona toxunmaz. Əgər yenə zülmləri varsa, Allah Azza və Cəllə onları özü ödəyər və orucuna görə onu cənnətə daxil edər. Subhanallah. Və ikinci fayda gətirir şeyx burada, deyir ki, Uca Allah deyir, oruc haqqında belə deyib, onun mükafatını özüm verəcəyim. Onun mükafatını öz kərim nəfsinə aid etmişdir. Çünki salih əməllərin savabı ədədlə artırılır. Bir yaxşılıq 10 mislindən 700 mislinə qədər artırılır. Amma orucu Allah Azza və Cəllə heç bir ədədlə əlaqələndirmədi. Onun mükafatını özünə aid etdi. Və Allah Azza və Cəllə ən səxavətli, ən cömert olanıdır. Hədiyyə də onu verən dəyər qədərdir. Buna görə də oruçdan savabı, yəni mükafatı çox böyük və hesabsız olacaqdır. Və həmçinin 3 əməl vardır ki, Allah Subhanahu taala onun mükafatı özünə aid edib. Allah üçün əfv etməkdir, Allah üçün səbr etməkdir, bir də Allah üçün oruç tutmaqdır. Burada da gəlir, yəni orucda da səbrin bütün növləri cəm olmuşdur. Allah-u Teala itaətli səbir, Allah Azza və Cəllənin haramlarına qarşı səbir, və bir də yəni aclıq, susuzluq, bədənin zəifliyi, acı qədər olan səbirdir. Və deməli, səbrin 3 növü də orucluqda cəm olmuşdur. Və Allah-u Teala buyurur ki, İnnəmə yuvaffə sabirin əcrun bi qeyri səb. Həqiqətən biz səbr edənlərə mükafatını saysız hesabsız verəcək. Və üçüncü fayda gətirir ki, oruc qalxandır. Yəni, oruc insanı pis sözlərdən, lağlağıdan qoruyan bir qalxan və örtükdür. Yəni, buna görə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir ki, əgər kimsə onu təhqir edib, ona vuruşarsa, mən oruç tutmuşam desin. Və oruc həmçinin oddan da qoruyur. Və Cəbir ibn Abdullahdan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, oruc qulu onunla özünü oddan qoruduğu bir qalxandır. Və digər fayda isə oruçdan ağzına gələn qoxu Allah Azza və Cəllənin yanı mis qoxusundan daha gözəldir. Yəni, çünki bu qoxu orucluq səbəbilə baş verib. Yəni, bu səbəbdən deyilən qoxu Allah qatında daha gözəl və sevimli olur. Yəni, öz növbəsində bu orucun Allah yanındakı əzəmətli şənə dəlalət edir. Ona görə də insanlar arasında pis və xoşa gəlməz görünən şey Allah Subhanahu taalaya itaətdən yarandığına görə onun yanında daha sevimli və gözəl olur. Və digər isə oruçdan 2 fərəhi vardır. Bir iftar etdiyi zaman sevinci, bir Rəbbi ilə görüşdüyü zaman olan sevinci. Allah Teala onu oruç kimi əfsəl və savablı bir ibadəti həyata keçirməyə müvəffəq etdiyi üçün fərəhlənir. Təkcə yeməyə görə yox, fərəhlənir ki, bir gün oruçdur Allah üçün. Subhanallah. Çünki biz dedik, orucun mükafatı Allah Teala'ya məxsusdur. Özü verəcək ona yəni mükafatın. Bu ibadətdən məhrum olan insanların çoxunu nəzərə alsaq, bu sevinç hissini dərk etmiş olarıq. Rəbbi ilə görüşdüyü zaman tutduğu oruca görə mükafatın kamil olduğunu görən sevinəcəkdir. O vaxt insan elə bir savaba ehtiyacı olan vaxtdır və qiyamət günü oruç tutanlardan başqa heç kəsin daxil ola bilməyəcəyi Rəyyan qapısına girmələri üçün onlara deyiləcəkdir ki, hardadır oruç tutanlar. Orucun fəzilətlərindən biri odur ki, qiyamət günü sahibinə şəfaətçi olacaq. Abdullah ibn radiyallahu anhumədən gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub, oruc və yəni Quran qiyamət günü qula şəfaətçi olacaqlar. Və oruc deyəcək ki, ey Rəbbim, gündüz vaxtı onu yemək və içməyə, şəhvətlərə mane oldum. Məni onun üçün şəfaətçi et. Və Quran da belə deyəcək, ey Rəbbim, gecə vaxtı yuxusuna mane oldum. Məni onun üçün şəfaətçi et. Və sonda şəfaət edəcəklər.
Və oruç tutanlar üçün cənnətdə bir qapı vardır. Dedik ki, o qapının adı nədir? Rəyyan qapısıdır. O qapıdan ancaq oruç tutanlar daxil olacaqdır. Səhl bin Səddən radiyallahu anhu rəvayət edir ki, cənnətdə bir qapı var, ona Rəyyan qapısı deyilir. Qiyamət günü o qapıdan oruç tutanlar daxil olacaqlar. Onların savı heç kəs qapıdan daxil olmayacaq. Oruç tutanlar harada deyiləcək, ayağa qalxacaqlar. Onlardan başqa heç kəs o qapıdan daxil olmayacaq. Daxil olduqdan sonra qapı bağlanacaq və daha heç kəs o qapıdan daxil olmayacaq. Və qul şəri qaydada, ixlaslı və Peyğəmbər sallallahu aleyhi və səlləm yoluna tabi olduğu hara oruç tutarsa, üzərində sabit qədəm qalmaq, yəni haqq üzərində sabit qədəm qalmaq, imanın artması, yəqinliyin güclənməsi, gözəl əxlaqla zinətlənmək, şəhvətin sınması kimi çoxlu faydalar, qorxu, ümid, məhəbbət və s. qəlb əməlləri qazanmış olar. Və İbn Qeym Rəhmə deyir ki, doğru düşüncə və sağlam fitrət orucun necə faydalı olduğunu təsdiqlədiyi üçün Uca Allah da qullarına mərhəmət, yaxşılıq və qoruyucu qalxan olsun deyə orucu onlara vacib etmişdir. Həqiqətən mühümdür, qardaşlar. Baxın, məsələn, biz deyirik ki, oruclu 3 kəs var ki, onun duası qəbul olar, rədd olunmaz. Onlardan bir oruclu insanın duasıdır. Amma iftara yaxın görür ki, yenə dünya söhbətləri, sanki Ramazan gəlib, keçmiş aylardan bir fərq yoxdur. Biz sanki bir yemək içmək tərk etmişik, vallahi belə olmaz. Yəni, həqiqi oruç tutanlar nədir? Bu ayın dəyərini bilənlər. Vallahi dərk etmək lazımdır ki, qarış, gələn Ramazan ümidi yoxdur. Bəlkə son Ramazandır. Təravihlər tənbəllik etmək olsun və s. Çünki Peyğəmbər sallallahu deyir axı, mən qama Ramadan imanə və ihtisabən,ğufrə ləhu mə təqaddəm min zənbihi. Kim deyir, yəni imanla Ramazan gecələri namaz qılarsa, keçmiş günahları bağışlanar. Bura qəsd olunan təravih namazlarıdır. Yəni tənbəllik etmək olmaz. Vallahi müsəlmanlar, yəni bu ayda daha çox çalışmalıdırlar. Qənimət ayıdır. Hansı ki biz dedik ki, yəni cəhənnəmin qapısı nədir? Bağlanır, fürsətdir bağışlanmaq üçün. Allah-u Teala hər gün azad etdiyi qullar var. Baxaq, dua edirəm, ya Rabbi, biz o qullarına elə. Vallahi halımıza fikir, baxaq, diqqət eləyək. Sözsüz ki, bu isə yəni kəsiləcək, ümumi nəsiyyət var, qardaşlaradır bu. Vallahi qardaşlar, vaxtınızı dəyərli keçirin. Yəni dəyərli, vallahi dəyərin bilin. Baxın, qardaşlar vardı ki, hamımızın tanıdığı qardaşlar da var. Xərçin xəstəsi oldu da, bu gün xəstəliklə mübarizə aparırlar. Heç ümrəyə getmək nəsib olmadı. Hansı planlarla yaşayırdı? Ümrəyə gedəcəm və s. və s. Qardaş, bilmək olmur, bəlkə gələn biz onun yerində olduq elə. Vallahi vaxtınızı dəyərli keçirin. Yəni sizə fayda verən şeylərə həris olun. Ya bu şeyi edirəm, mənə fayda verir, danışıqlar və s. Yəni keçmiş aylar nə fərq oldu ki? O aylarda lağlağa gülməklər və s. Əfsuslar olsun ki, hətta nədir? Şəriətlə istehza eləmək. Qardaş, olmaz belə etmək. Qardaş, əlhamdülillah deyir, yemək yəndə, digəri yərhamqallah deyir. Ya bu şəriətlə istehza etməkdir. Vallahi yaraşmır müsəlmana. Yəni özünə sələfi deyən, əhlüsünnə deyən birinə yaraşmır bu. Axı biz tövhid əhliyik. Allah-u Teala bizi sevib milyardların içindən. Müsəlman olmağı nəsib edib. Tövhid əhli olmağı nəsib edib. Və tövhid əhli içində bizi sünnə əhli edib. Vallahi böyük bir nemətdir bu. Qeyd edilir həmişə bir dəfələrdə. Yəni İbn Məz Rahiməllahdan soruşurlar ki, insanlar nə üçün azırlar? İki mühüm qayda gətirir. Hər birimiz bəlkə bunu etmirik, bəlkə unudur, bəlkə də edirik. İki qayda var, qardaşlar. Bir şükür etməkdir, bir sabitlik istəməkdir. Baxırsan deyir, Allah-u Teala övlad verib, ev verib, hər şey verib də. Allah-u Teala şükür edir buna görə. Amma ən əsas hidayət nemətinə görə şükrü tərk edir. Subhanallah. Amma ən mühümü bu da axı. Dünya ötüb keçir də. Bizə əsas axirət lazımdır. Ora üçün çalışırıq. Biz nəyə görə oruç tuturuq? Nəyə görə namaz qılırıq? Qayə nədir bunu etməkdə? Bunu etməkdə qayə axirəti qazanmaqdır. Əbədi həyat. Vallahi qardaş, biz bunu bilirik, bəzən əməl etmirik. Və sonra şikayətlənirik ki, niyə əvvəlki bərəkət yoxdur? Çünki əməl yoxdur. Əməl olmadıqca bərəkət olmayacaq. Çünki deyirik, dinləyirik, sanki məlumat kimi olur da özümüzdə. Amma əməl olmalıdır bizdə. Biz çalışmalıyıq ki, yarışaq yaxşı işlərdə. Peyğəmbər sallallahu əleyhi və səlləm qayda qoyur. İnsanların xoşbəxt olmaq istəyirsənsə deyir, dünyada özündən aşağıya, dində özündən yuxarılara bax. Vallahi insan ən xoşbəxti olar. Baxın, dünyada baxırıq aşağılara. Bugün mənim evim var, qardaşın evi yox, Subhanallah, qardaşın kirayə qalır. Mənim miniyim var, qardaşın miniyi yoxdur. Mən sağlamam, qardaş yataq xəstəsi. Və in təvdə nemətəllah ilə tuhsuha. Əgər siz Allahın nemətlərini saymalı olsanız, sayıb qurtara bilmərsiniz. Vallahi Allah-u Teala bizə qarşı nə qədər rəhimlidir. Nə qədər nemətlər verib. Nemət gəlir ələ, sanki elə deyək, adiləşir. Vallahi adiləşir. Həqiqətən adiləşir. Belə bir gün ev arzulayırdı, ev nəsib olur, daha geniş ev istəyir. Maşın nəsib olur, daha yaxşı maşın istəyir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, yəni Adəm övladına, yəni bir vadi qədər qızıl verirsə ikincisini istəyər.
Subhanallah. Ona görə vallahi deyirəm, qardaş, əsas hədəfimiz axirət olsun. Bir-birimizə fayda verək, bir-birimizə bir hədis danışaq, xatırlatma edək. Yəni Ramazan haqqında nə qədər hədislər var. Yəni, az öncə etdiyim hədisləri bəlkə də hər dərs eşidirsiniz demək olar. Allah sizə müvəffəq edib, Allah elm tələbəmizə bərəkət versin. Hər gün dərslər keçirilir, faydalar tərcümə olunur. Amma baxaq əməl var. Vallahi yəni bu itaat etdiyiniz insan ucalır. Nə qədər itaat etsəz, vallahi o qədər ucalacaqsınız. Nə qədər sünnəni yaşasaz, o qədər ucalacaqsınız. Bizim əsas Allah qatında dəyərimizdir. İnsanlar yəni bizim dəyərimiz önəmli deyil axı. Filan kəs mənə nə deyəcək, bu mənə necə baxacaq. Bu bizə önəmli deyil. Bizim əsas məqam Rəbbimiz yanında o məqamımızdır. Görək Allah Teala'nın qatında məqamımız nədir? Bu halımda ölsəm, Rəbbimin qarşılığına hazıram. Ya Rəbbimə cavab verə biləcəm. Və vallahi az öncə dediyim zarafatlar. İbn Hibban rahimehullah deyir ki, nə qədər qardaşlıqları boş-boş zarafatlar deyir, paramparça edib. Boş-boş zarafatlar. Ona görə vallahi bəzən görürsən filan qardaş yoxdur. Vallahi qardaşı axtarmaq lazımdır. Yəni qardaşlıq, rahatlıq anı hamı qardaşdır. Vallahi həqiqi qardaşlar çətin anında üzə çıxır. Həqiqi qardaş, iman qardaşları. Hansı ki Allah Subhanahu bizi qardaş edib. Allah Subhanahu innəməl mu'minun ixva. Həqiqətən möminlər qardaşdır. Və İmam Əhməd və Əbu Bakr əl-Mərvəzi rahimehullah, Əbu Bakr əl-Mərvəzi İmam Əhmədin tələbəsi olur. Ona ən yaxın tələbələrdən olur. Və Abbasi xəlifəsi Məmun Mötəzilə firqəsinin fikirlərini dəstəkləyir və insanları Quranın məxluq olduğunu qəbul etməyə məcbur edirdi. Və o dövrün böyük alimlərindən biri olan İmam Əhməd ibn Həmbəl rahimehullah bu fikri açıq şəkildə rədd edirdi və Quranın Allah Azza və Cəllənin kəlamı olduğunu bəyan edirdi. Bu sözlərə görə də həbs olundu. Yəni ağır işgəncələrə məruz qaldı, illərlə zindanda qaldı, lakin o əqidəsinə dönmədi. Və Əbu Bakr əl-Mərvəzinin sədaqəti İmam Əhmədin çətin günlərini tələbəsi gəlir, hər zaman onu ziyarət edir və dəstək olur müəlliminə. O İmam Əhmədi həbs edildiyi gündə onun evinə gedərək ailəsinə kömək edirdi, onun üçün dua edirdi və həbsxana qapısının saatları dayanaraq onun bir xəbər gözləyirdi, görüm nə xəbər var. Və həbsxanada onlar deyirlər ki, xəbərdarlıq edirlər ki, əgər sən də İmam Əhmədə bu qədər yaxın olsan, sən həbs edilərsən. Lakin o cavab verir ki, o mənim müəllimimdir və qardaşımdır. Yəni qardaşımı çətin günü tək qoymaram. Bir gün İmam Əhmədə həbsxanada ağır işgəncələr veriləndə Əbu Bakr Mərvəzi gizlincə onun yanına gedir. O İmam Əhmədin bədənində yaravara baxıb göz yaşlarını saxlaya bilmir. Yəni İmam Əhməd o qədər şallaqlayırlar ki, bədəni irin olur şallaq izindən. Və İmam Əhməd sonra deyir ki, ey Mərvəzi, qardaşlıq yalnız xoş günlərdə olmur. Əgər sən məni Allah üçün sevirsənsə, bu sevgi yalnız sözlərdə yox, əməllərdə görünməlidir. Və Mərvəzi cavab verir ki, vallahi mən səninlə son nəfəsimə qədər olacağam. Həbsdən sonra qardaşlığın sınağı olur burada. İmam Əhməd uzun illər həbsdə qaldıqdan sonra azad edilir. Artıq qocalmışdı və çox zəifləmişdi, lakin elmi fəaliyyət davam edirdi. Və Əbu Bakr əl-Mərvəzi isə ona hər zaman xidmət edirdi. Bir gün bir nəfər Mərvəzi gəlib deyir ki, niyə sən İmam Əhmədə bu qədər xidmət edirsən də? O sənin kimi adi bir insandır. Mərvəzi deyir ki, o mənim müəllimimdir və qardaşımdır. Qardaşlıq, qarşılıq gözləmədən xidmət etməkdir. Mən onu dünyəvi mənfəət üçün deyil, Allah üçün sevirəm. O İmam Əhmədin hər bir işinə kömək edirdi, xəstə vaxtlarında başının üstündə dayanırdı, onun üçün yemək hazırda, hətta yuyunmasını belə kömək edirdi. Və İmam Əhməd də deyir ki, ey Mərvəzi, qardaşlıq səni sevirəm deməklə bitmir, qardaşlıq fədakarlıq tələb edir. Və sən mənim üçün həqiqi qardaş oldun. Həqiqətən buradan çox faydalar çıxır. Yəni qardaşlıq çətin gündə sınaqdan çıxır. Həmçinin fədakarlıq qardaşlığın əsas əlamətidir. Yəni qardaşını Allah üçün sevməliyik. Hər hansı dünya mənfəətinə görə yox. Və qardaşına səbr və dəstək olmalısan. Baxın, bəzən biz fərqli ailələrdən, fərqli regionlardanıq da. Allah Teala qəlbimizi necə bir edib. Vallahi buna Allah Subhanahu taala qadirdir. Və bizi birləşdirən la ilahe illallah Muhammed Rasulullah kəlməsidir. Ola bilər hansı qardaşın xasiyyəti ağır ola bilər. Düzdürmü? Nəsə sənə qarşı edə bilər də. Ona qarşı səbirli olmalısan. Vallahi yəni qardaşlığın misli yoxdur. Qardaşlığın vallahi belə deyim də o sözlə ifadə edilmir və milyardlarla anlasız bir şey. Bunu Allah Teala qadirdir, bunu edir. Bizi qardaş eləyib, baxın, bizi müvəffəq eləyib. Yəni bu qardaşlıqda küsməyə, inciməyə yeri yoxdur. Əgər biz səmimi qardaşıqsa, bir-birinin sözündən küsməməliyik. Əgər küsürüksə, bizim tövhidimizdə problem var. Deməli, bizim qəlbimizin dərinliyində tövhid yetişməyib. Tam oturuşmayıb, belə deyək. Kök salmayıb. Çünki tövhid nədir, qardaşlar? Əsas qayədir. Kainatın yaranma qayəsidir tövhid. Peyğəmbərlərin gəlmə qayəsidir tövhid. Əgər bu tövhid kəlməsi qəlbdə oturuşmayıbsa, subhanallah, sən qardaşını inciyəcəksən, küsəcəksən, bir şey sənə deyək ki, istədi, eləmədisilər olmamalıdır.
Yəni incilirik, küsülük. İlk öncə nəfsimə aiddir. Yenə deyirəm qardaşlar, vaxtınızı səmərəli keçirin. Deyib gülməyin də öz yeri var. Və Şeyx Süleyman Ruheyli gözəl qayda gətirir. Zarafat yeməkdə onun duza bənzəyir. Çox olanda duzlu olur, qardaşlar, az olanda şit olur. Həddində olmalıdır. Biz Allah Teala zikr etməliyik. Biz oruç tutmuşuq axı. Yenə qeyd etdiyimiz kimi oruç təkcə yeməyi, içməyi tərk etməklə deyil, olmadı axı. Yəni həqiqi oruç tutmaq lazımdır. Onun mükafatını kamil əldə edəsən. Biz deyək ki, oruçdan iki sevindiyi yan var. Yəni cənnətdə o axirdə o mükafatı alanda, baxın, bir zaman insanlar həyatda edən qəbirdədirlər, arzulayırlar, amma müvəffəq olmadılar. Allah Teala bizi müvəffəq edibsə, biz bu nemətin qədrini bilməliyik. Və in şəkartum ləzidənnakum. Əgər siz şükr etsəniz, nemətimi artıraram. Vallahi biz şükrü artırmalıyıq. Bəzi problemlərin də həlli şükrdədir. Baxın, Muhammed sallallahu aleyhi və səlləm ümmətin ən xeyirlisi, günahları bağışlanıb, cənnət əhli olan bir şəxs gün ərzində ən az 70 dəfə istiğfar edirdi. Yaxşı, bizim öz halımıza baxaq, neçə dəfə istiğfar edirik? Bir rəvayətdə 100 gəlir, bir 70 gəlir. İstiğfarı çoxaltmalı. Çünki hər bir xeyrin açarı və İbn Qayyim rahimehullah gözəl gətirir, deyir ki, əgər Allah Teala bir qulu bağışlayarsa, onun qəlbindən keçən istəklər ona nəsib eləyər. Ona istiğfarı artırmaq lazımdır. Sahur vaxtı ən gözəl istiğfarın vaxtıdır. Sübhə az qalmış vaxt. Həm sahur elədi, az vaxtda istiğfar eləməliyik. Vallahi o istiğfardır, səhər axşam zikirləridir, sübh namazını cəmaatla qılmaqdır. Ruzunu cəlb edir bunlar, ruzunu gətirir. Bəzən deyirik, ruzimizdə problem yaşanır. Vallahi öz halımıza qayda, harasa asilik olur ki, o ruzidə problem yaranır. Və yaxud da minikdə problem yaranır. Ailədə problem yaranırsa, bizdədir problem, bizim imanımızdadır. Hansı nəyisə buraxmışıq. Ona görə səhər axşam zikirlərini, ya yuhəllədiyinə əmənu, uzqurullahi zikran kəsirən, fəsəbihi bukratan vasilə. Ey iman gətirənlər, Allah tez yada salan, səhər axşam ona şəhəndə təriflər söyləyin. Və Şeyx Sədi Rəhmullah fayda gətirir ki, bu ayənin təfsirində səhər axşam zikirlərin vacibliyini göstərir bu ayə. Ona görə bacardığınız qədər qardaşlar, yəni təkcə Ramazanda yox, digər aylarda da itaəti artırmaq lazımdır. Təravih namazları nə üçündür? Zaten Ramazan əvvəl də bu var, gecə namazı idi. Adı təravihdir. Təhəccüd olsun, qiyam-ı leyl olsun, eyni namazlardır. Oruç tutmaq, hər aydan 3 gün oruç tutmaq, birinci, dördüncü gün orucunu tutmaq və həmçinin gecə namazlarını qılmaq, duha namazını qılmaq. Yəni Allah Azza və Cəllə təkcə Ramazanı bizim Rəbbimiz deyir ki, digər aylarda da bizim Rəbbimizdir. Yəni bizdən tələb olunan budur. Vallahi qardaşlar, bu şeylə həyatınızı tətbiq edin, insanların ən xoşbəxt olacaqsınız. Ən xoşbəxt insan kimdir qardaşlar? Köksü geniş olub, qəlbi mutmain olandır. Və Allah Subhanahu istəyirəm ki, bizi bu ayda bağışlayan qullardan etsin. Eşli faydalanlara yaxşı tabi olan qullardan etsin. Və sallallahu aleyhi və səlləm Nəbiyyə Muhammed və alə alihi və səhbihi ecmaîn.